Əslində hər iki ayaqdan əlil şəxslər rahatlıqla sükan arxasında əyləşə biləcəklər. Şəki sakini Eldəniz Abdullayev etdiyi ixtira ilə ilk imza atıb. Onun bu ixtirası sayəsində əlil şəxslər rahatlıqla avtomobili idarə edə biləcəklər. Belə ki, Eldəniz Abdullayev avtomobilin ayaq üçün nəzərdə tutulan bütün mexanizmlərini əllə idarə etmək üçün uyğunlaşdırıb. Üstəlik, usta buna qısa müddət ərzində nail ola bilib. Ustanın avtomobil üzərində apardığı dəyişiklik özünün xüsusi özəlliyi ilə seçilir. Belə ki, 3 fərqli mexanizm məhz bir qurğuda cəmlənib. Bu isə görünüşlə də olduqca səliqəlidir. Ustanın sözlərinə görə əvvəllərdə bəzi avtomobillərdə buna bənzər mexanizmlər olub. Lakin bu xüsusi zavodlar tərəfindən xarici ölkə istehsalı olan avtomobillərdə mümkün olub və ya ancaq bir pedal əllə idarə üçün uyğunlaşdırılıb. Haqqında söhbət gedən və Azərbaycan istehsalı əlil və veteranlar üçün nəzərdə tutulan avtomobilləri üçün isə bu qurğu ilkdir. Dövlətimiz tərəfindən Rəsulov əvəzə maşın verildi və o maşını sürə bilmirdi. Yəni gəldi yanıma belə bir-iki gün belə baxdıq, maraqlandıq. Yəni ona bir qurğu tapa bilmədik biz. Sonra oturub fikirləşdim, düşündüm, daşındım. Yəni bu qurğunu fikirləşib düzəltdik bu maşına. İndi o ilə rahat idarə edir. Sürət, əyləc və ayrıcı qutularının bir mexanizmdə əldə birləşməsi ayaq pedallarından istifadəyə də heç bir çətinlik yaratmır. Yəni, avtomobili əlilliyi olan və ya normal şəxslər rahatlıqla idarə edə bilərlər. Elə avtomobil sahibi də ustanın bu icadından yetərincə məmnundur. 1-ci qrup Qarabağ müharibəsi veteranı olduğu üçün dövlət tərəfindən ona verilən avtomobili bir müddət qapısında saxlamalı olub. Ayaqlarım işləmədiyinə görə sürə bilmirdim. Elə oldu. Ustaya müraciət elədim. Usta özü baxdı, elə ki, bu indi düzəllənmiş şey özündən kəşf elədi. Ondan sonra heç bir problem olmadan rahat sürə bilirəm. Eldəniz ustanın sözlərinə görə artıq ölkənin müxtəlif yerlərindən ona sifarişlər gəlib. Kiçik emalatxana şəraitində isə işin çətinliyi çoxdur. Usta deyir ki, gələcəkdə avtomobil istehsalçıları tərəfindən ona hər hansı bir təklif gələrsə, bu ixtiranı daha da təkmilləşdirə bilər. Sevda Rəsulqızı, Xələf Xələfov, Təbriz Zəkəriyyəbəyli, Şəki.